Salam hörmətli Qubadlılar, salam əziz şəhidimizin əziz doğmaları. Hər birinizin qarşısında baş əydim. Bugün həmişəki kimi biz ən müqəddəs bir məkanda toplaşmışıq. Qəhrəman şəhidlərimizin ziyarətinə toplaşmışıq. Bəli, qəhrəman şəhidlərimizin sayəsində hər birimiz qürurluyuq. Hər birimiz indi bəxtəvər bir ömür yaşayırıq. Çünki qeyrətli əskərlərimiz döyüşə qalxdı, vətənin cəngavər oğulları döyüşə qalxdı və bütün torpaqlarımızı azad elədi. Gedərkən hər birimiz görürdük, 2-ci Qarabağ müharibəsində başlayanda əskərlərimiz necə də sevinə-sevinə gedirdilər. Sanki hər dəqiqə düşməndən qisas almağa tələsirdilər. Bayrağı öz ürəklərinin üstə apardılar və çox təəssüf ki, bayrağı bükülüb gəldilər. Bugün həqiqətən elə bir məkandayıq, həm qürurluyuq, həm kədərliyik. Qürurluyuq ona görə ki, vətənimiz üçün, torpaq üçün, bayraq üçün öz şirin canlarını fəda elədilər. Kədərliyik ona görə ki, baxıram, hamısı gənclərdir, ömürləri də arzuları kimi yarımçıq qalmış gənclərdir. Bir daha müharibə olmasın, sülh olsun həmişə, dünyamıza sülh arzulayıram. Çünki müharibə faciədir, dəhşətdir, hər evə göz yaşları gətirir, ana bazılarımızı əbədi göz yaşlı eləyir. Şəhid verib ucalmısan, dərd əlindən tac almısan, yaman vaxtsız qocalmısan, ağlama şəhid anası. Xatırlayıb qoç nəbini, qəbul edib hər təbini, keçib Əliyar məktəbini, ağlama şəhid anası. Əri gitdi, yalan deyil, tər çiçəkdi, solan deyil, təhcə sənin balan deyil, ağlama şəhid anası. Yatan qeyrət oyanıbdı, ərlər öndə dayanıbdı, düşmən qana boyanıbdı, ağlama şəhid anası. Düşmən qana boyanıbdı, ağlama şəhid anası. Allah ordumuzu qorusun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən şəhidlərimiz haqqında yazdığım Ana Haray adlı şeirlər kitabını, orada da qəhrəman şəhidimiz İsa'nın da adı var. Orada həm şeiri, həm qısa məlumat. Bu kitabı mən şəhidimizin layiqli yadigarı Fuada təqdim edirəm. Kitabımızın, yəni bu şəhidlərimiz haqqında yazdığım Ana Haray kitabının işıq üzü görməsində Qubadlı rayon İcra Hakimiyyətinin başçısı hörmətli Malik müəllim həm mənəvi, həm də maddi dəstək olmuşdu. Onun sayəsində kitabın işıq üzü görmüşdü. Ona görə də mən bu kitabı qəhrəmanımızın yadigarına təqdim edirəm.